sevdiyim pesto sos eləyirəm. Çox edib soyuducuda uzun müddət saxlayıram. Bazarın ən gözəl reyhanlarını və gətirirəm. Tərxun və ağ reyhan mənə görə mətbəxin incə notlarıdır. Dəhşət sevirəm. Qumu tozu təmizlənənə kimi soyuq su ilə bolluca yuyuram. Sonra qurudub qalın zoğlarından təmizləyib kağız dəsmalda yaxşıca quruduram. I am hungry qalan saplaqları atar sizcə? Atmağa əlim gəlmədi, mən də boş dipçəyə əkdim. Əgər yaşıllaşıb bitsələr mütləq sizə xəbər eləyəcəm. Suyu çəkilmiş reyhanları iri kasaya yığıb üzərinə zeytun yağı, qovrulmuş keşu, parmezan, maldondozu əlavə eləyib blenderləyirəm. Əslində sidr qozu olmalıydı, amma inanın keşu ilə də çox dadlı olur. Sonda isə limon suyunu qatıb qəşəng qarışdırıram. İşim asandı idi, çünki blenderin bork idi. Saniyələr içində hap-hamar tekstür elədi pestomu. Görsəniz pesto qatıdır, çox az su qata bilərsiniz. Sarımsaq qatmaq da sizdən asılıdır, mən bu dəfə qatmadım. Yazıq sarımsaq faydalı olsa da qoxusuna görə hamı ondan qaçır. Şüşə qablara yığıb, üzərinə hər ehtimal zeytun yağı tökürəm ki, hava ilə kontaktı kəsilsin, uzun müddət qalsın. Məncə rəngi fantastik alındı. Reyhan fəsli gələndə çox sevinirəm ki, pesto eləyəcəm. Bəs siz sevirsiniz pesto sosunu?